Hazır. Səhər saat 10-dur. Gedirəm Asiflə görüşməm. Yetildi. Gündüz yoxdur. Bu körpünün adı Queensboro körpüsüdür. Queens'in Long Island City rayonu ilə Manhattan'ın hansı rayonu yalan deyirəm birləşdirir. Manhattan'ı birləşdirir. Bilirəm ki 2-ci avenyuya düşür. 2-ci avenyuya düşüb oradan düz sola aşağı gedəcəm. Nə edəcəm? Çıxacağam. Tədbirin olacağı məkanın qabağına. Manhattan. Lower Manhattan olur. Məşhur Trade Center da orada görsənir. O öz adın adı nədir? Empire State Chrysler Building. Onun illərdə bu körpü bu vəziyyətdədir. Remontu ondan ibarətdir ki, arada yerdəki xətti reyniyirlər ki, görəsən hansı xəttin adı. Bu deşiklər heç, yəni illərlə düzələn deşiklərdir. Həmişə var. Gözəlliyidir. Ay, hava şükür Allaha, bu günləri günəşlidir. Adam rəsli bilənlər bozuydu hər şey. Günləri nəhayət New York'un rənglərini görmək olur. Eşqdir, eşq. Bu tramvaydılar deyirlər. Böyle fünikülör kimi bir şeydir. Buradan Roosevelt arasına hemen hesabla insan gedə bilirsin. Queens'lə Manhattan arasında balaca bir dənə də var. Uzunluğu 2 kilometr ola olmuyor. Eni vapşı kısadır. Yarım kilometr. Eninde maksimum. İçində 3-4 dənə yaşayış binasıdır. Bir dənə restoran, bir dənə kafe, bir dənə çay içməyə, kafe içməyə yer. Все, yəni 2-3 dənə şeydən ibarətdir. Amma şeydir, o vaxt martın axırı, aprelin əvvəli orada zad olur. Nədir onun adı? Cherry Bloom bayramı deyim, əhval-ruhiyyəsi mi? Yoxum yazın gəlməsi addır, Cherry Bloom addır. O ağaclar orada şey edir, cherry ağacları. Gül açır. Onu qeyd edirlər. Qəşəng yox, çoxlu belə ağaclar var. Gül açan. Adam dolu, ada partlayır. Adam əlindən yer olmur. New York'un özünə məxsus Spider-Man-də zətdə daha çox bu binalar görsənir. Spider-Man bunların arasında uçur. Kərpic binalar. Dördüncü küçə, dördüncü avena. Oraya Union Square yazılıb orada. Burada yazılıb Union Square. Məşhur məhəllə. Gedirik metroya. Metroya baxaq. Necə gözəldir metro. Dünyanın ən böyük metrosu. Dünyanın ən böyük metrosunu nə tərk edək? Bir dənə problem burada var ki, burada almağa yer yoxdur. Solution. Gedirik indi o biri metronun girişinə ki, orada o kartdan keçid kartı neyə bilək? Ala bilək. 14-cü Union Square. Yani bura. Orada kart satan yer var. Kısaldı. Birinci bizə metro kartı. Single ride, or tower. Üzü çəkin. Farkı yoxdur. Nə istəsən çək.
Böyle biz neçə dənə lazımdır? 3 tane gitmek, 3 tane gelmek. Ne kadar idi? 200 dolar idi, ne kadar idi? Yadımdan çıxmış. Say göstermeyir. Yox, buradan rəqəm nə diyorsun? Dedim ki, bir dəfə gedib gəlmək alaq da. Ha. 2.75 idi deyəsən. 3 dənə hesablasaq, 9 dollar yana, 9 dollar bir yana, 18 dollar. 7.50'dir la, 15 dolar edir. 15 lira. Ne fayda olsun ya? 15 yok ya. Koy bakalım gör. Mağazam. Aha. Sen Allah. Kredi kart yerini gören var. Okey. Kartı göstermiş de vardı. Kartı gösterin olmaz, rəqəmlərini göstərin. Bezimiz. Şey hazır. Böyle kalır. Söz. Bak. Gel yanına. Boşlar burada, boşlar burada. Keşke. Deməli biz indi Manhattan aşağısındayıq. Gedəcək yuxarısına tərəf. Yuxarısına tərəfdə 6-cı qatar gedir. Bakalım sənət tabirləri. Məndə bunun kuskası var. Yaxşı firmadır. Ne olur? O yakında ondan sonra. Hop. Hara gidiyor? 42 Tak. Grand Central Vanderbilt. Kakraz orada. Getiriyorum. Downtown Brooklyn. Yəni işarələr əslində çox rahatdır. Biraz belə məntiqli işlətsən, məntiqlə qurublar. Rahat tapırsın. Hardan, necə, niyə? Exit Grand Central Metro. Getdik. Tak. Grand Central Terminal Metro North. Atkırıt kazası suvenirler almağa. Böyle bir New York'a girip çıxmaq üçün ən böyük qatar stansiyası deməli. Mərkəzi qatar stansiyası. Main konkurs. Hər yerində polis, terrorizmlə mübarizə. Grand Central Market. Orada süpermarketdir buraya elə bir tərəf. Çoxlu mağazinlər, brendlərin mağazinləri falan. Nəsə almaq istəyirsənsə, orada biletlər alırlar. Bilet almağa yer. Şəhər içi və şəhər xarici. Onu görmüşük də, keçən videolarda prosta elə beləsini bir dəfəlik çəkinəm.
Grand Central'dan dərhal Vanderbilt küçəsi. Vanderbilt küçəsi, bu da Vanderbilt'in binası. Sadəcə bunun təpəsində. Gördüyü bura. Gəl yenə bağlanma. Street Grand Central. Street, ala streetdə idi ala. Olmaz ki. Girişdə hardan inirik. Ha, var millət buradadır. Doğru gedir. Bizim kimi axtarırlar. Tapamırdılar, amma onlar da tapdı. Mənim şotuma tapdılar amma. Ha. Ha, bəyə bax, bəyə. Yes. Nice. Oh shit. Gel bakayım. Gel. Askını ona göre verirler ki adamın gözleri yanır. Yaxşıdır. Güzgünlə zor effekt yaradır. Maraqlı effekt yaradır bence. Orada məsəl üçün bu binaya da çıxmaq olur. Adı Ecdir. Aşağıda, yox, Ecbidir. Ecbidir. O bundan aşağıdır. Empire State. Böyle təzə tikilmiş, çox hissəsi xoş olan yaşayış binasıdır. Qeyri-adi bina. Nasıl görürüm? Şeydi, nədir onun adı? Buz, nə deyirlər ona? Tankı ilə sürüşməyə çıxır. Mühtəşəm görsəndir. World
Trade Center. O əkiz binaların yerini tikilin. Sonra bu qaraların yaşadığı kasıb rayondur. Orası Brooklyn. Brooklyn'in hündür binalı downtown. Askılar geçen hoşum geldi. Yaxşı profil şəkil eləmək olar belə. Kəndlərə şəkil çəkil. Bu biri tərəfdə MetLife, Chrysler Building, məşhur. Gözəllikdir. Baxırsan doymursun. Empire State, World Trade Center. O tərəf New Jersey'dir. Bu tərəf Brooklyn'dir. Dünyanın ən böyük downtown. Yəni belə şey yox. Dünyanın ən varlı şəhəridir dünya. Mərtəbə 91-ci mərtəbədəyik. O bina bundan üzülür. Möhtəşəmdir. Gözlə baxırsan, gözlə başqa hissdir. Adamda qəribə hisslər yaradır. Bir sənə təsəvvür. Məşhur Salesforce şirkətinin binasıdır. Binanın adı yadımdan çıxmaz. Olduğumuz binanın maketidir. Grand Central'daki Vanderbilt. Bak orada məlumat. Özellikle təzə bina tikilir. Qaldıracaqlar yəni. Bu birilərin bağlayacaq. Central Park. Comcast televiziyalıdır. Biraz televizyon aldı. Yok, ben şeyden televizyonlar bunlar 6. ayında. Bir 5-10 dəqiqədən çox dayanma. Belə görə nə baş oldu? Şarlar var ki. Şirin. Ne şirin de bu.
güzgülü yerin yukarısına. Konkursa qayıt. Eyni şey hündürdən. Buraya buradan ne görsən, Uzanım. Oh, gözüm qamaşdı. Wow. Bombalı. Niye ki sen görmürdün ya? Sen gözlerin zayıftın. Pakistan, Hindistan, Çin. Güzel. Düşünürəm burada nəsə söz danışmaq mənasızdır, çox sadəcə gözəllik zövq alırsan gözəllikdən. Bu şimdi burada oturup şimdi bu deməli bu axırıncı atraksiyondur. Tappatarap çəkirsən. Ha, iki dənə o qızlar yaxşı ideya verirdi. 2 dənə telefonla çəkirlər. 2 dənə telefonla çəkərik ki, hərəmizi. Başa düşdün? Ya, nə oldu ya, 2 dəqiqə çəkdilər çıxdılar. Tappatarap deyən nəfəs almırsan. Tanqadanak çəkir. Vallahi klapkalı basırsan belə. Çal. Orada timer var. Orada çıktıysa güzel. Kakaş timer'ı vurur. Time is up. Korkulu diyor yok. Yok etmesi hiç bakabildim ki aşağı. İmkan vermedim. Aşağı hiç bakabilmedim. Ya mən heç nə istəmədim açığı. Bu da mənə ya. Tarixə girirsən. Həyatdan zövq alanda belə mənzərəyə baxırsan, zövq alırsan. 2 qat olur zövqün. Bir de buranın restoranından görün ziyarətə götürmüşəm. Yadımdan çıxdı ziyarətə bana götürəm. Buranın restoranı. Teras balkonu var imiş ya. Hi guys, do you have coffee? Cool. Cappuccino. Ah, do you have? Yeah, you have cappuccino. This one? Kofe çay. Ben kofe götürdüm. Alınmadı. Şey kofe yoktu. Cappuccino zor yok. Ancaq qara. Dedim ki sütlü bir şey ver bana. Sütlü verdi. Ay bilmiyorum sütlü ne verdi.
Zehirme yolu. Çok güzeldi. Kayıp olan ben. Gündürdüm. Açsın oldum bana burada. Ben gittim içeri öldüm burada. Üşüdüm. Sorry man. Just do the revolver. Oh, okay. Bu neydi bu? Chrysler bildiğince yukarıdan aşağı bakırsın. Sağlam öldürüyorum. Bu videonun ikinci dubul çəkirəm. Mənim gözümdən zal necə görsənlər. Böyle üzbəyizdə Empire State-i görürəm. Bu tərəfdə Chrysler, Queens, Brooklyn, Chrysler. Bu zal. Uşaqlar şəllənirlər. Aslan da ortada gəzir. Heç kəsə heç nə deyən yoxdur da. Orada əlavə rahatlıq yaratmaq üçün, uyuq yaratmaq üçün kamin effekti qoyurlar. İstiliyə verir. Girib eyni vaxtda 326 nəfərdən çox adamın olması təhlükəlidir. 326 nə də var? Glasses on tray. Teşekkür. Terima kasih, thank you, danke. Merci, gracias, spasibo. Teşekkürler. Hvala. Közcanım. Tak. Dakuyu. Thank you. Hvala. Down and push. İtale. Oh, that's Harry. Thank you. Biz oradaydık ha, hemen oğlan. Şərait yaradıblar. Binadan çıxırsan, birbaşa metroya da girə bilirsən. Göyri metro. Subway. O da ayrıca knopka da var ki, yəni Subway-ə gedəcəksin. Gəldik bura. Metroya, burada metronun haqqında hansı qatar hara gedir onun məlumatıdır. Orada da beləncəsinin anlamı yazılır. Qatarlar hara gedir. Subway 6-7 falan qəsməkan buradadır. O gedir Long Island Railroad. Bizə lazım olan Subway isə bu tərəfdədir. Buradan beləncəsində şey də var. Keçirsən. Oradan bir nəfər açır. Bir life hack. O bir adamlar pulsuz girə bilir. Gözəl şərait yaradır. Prezidentimiz bütün xalqımıza xidmət edir. Allah canını sağ eləsin, biz sevirik onu. Hamı Biden'ə səs versin. Deməli bizə downtown Brooklyn idi. Polislər yolzal göstərirlər, həm də ki təhlükəsizliyi qoruyurlar. Şu an eskalator işarə düzəldir, getdi. Bura aşağı gedəcək. Downtown Brooklyn'ə tərəf. 4-5-6 hamısı gedir aşağı. Əsas odur ki, biləsən istiqamət hansı istiqamət getsən. Yuxarı getsən, yoxsa aşağı getsən. Aşağı downtowndur, yuxarı uptowndur. Belə rahat, gözəl yazılır. No uptown. Hətta ayrıca qeyd ediblər ki, yəni yuxarı getməyəcək. Brooklyn biricə tərəf gedəcək. 5 dəqiqə, 10 dəqiqə. Qatarın gəlmə vaxtı 5 dəqiqə gələcək, 10 dəqiqə gələcək. Bu işarə, bu naxışlar 100 min naxışlarıdır.
go. And use all available doors. Definitely stay to the door, please. Özüm oraya yuxuya güya yatıblar. Xalaları yol verməsin. Zarafat edim, buradakılar belə deyil. Burada ikisi oturur. The people I was talking to at the Yetimin yuxusu şeklində. Uzanıb yat. I guess they live in with Sandy. Bu yayda yandırırlar bunları. İsti havanı biraz qovururlar. Kondisioner yoxdur, amma ventilyatordan belə yola verirlər. Gəldik. 1975-dən işləyirlər. Mən verə bilirəm abimə. Qiymətləri neçədir? Geyni xalın. Kinodan kalır. Zatda ya. Zalda. Foyeni çəkmək yadımdan çıxdı. Artıq cəmaət yığıldı. That's cool, yeah. Let me pull them. Ləkələri buradayım. Yaxşıdır, xeyli adam gəlir, əladır. Sağ dolu görüyorsunuz. Yukarıda adamcadılar. Evet. Az görüyor. Ne kadar Hə, buradan belə görsənir. büyüdü diye. Ama ben dedim ki orada yer olacak. Görüm ki oldu diye. Evet. Geçen defa o şey. Yaxşı. 270 lira. Altı 270 lira. Çünkü dünenleri 16 defa xəstələnib eyni zamanda. Aa. Bu Azərbaycanda xəstəlik deyə qoydu. Gözdə pis eləyir, başqa birisi eləyir. Başqa problemlər var. Belə problemlərimiz çoxdur. Sürücü aparıcı belə yanında real video çəkmişə rəhbərlik eləyir. Əzizdir. Bütün buradakı videoları çəkir. Məcid fotoqraf kimi bütün şəraiti həll eləyir. Rahimdir, bilmirəm nə eləyir. Musiqiçilər də indi xalq musiqiləri ilə xalqı feyziyab edəcəklər. Xalqda feyziyab olmaq üçün otur. Bu gün xeyli quş buraxdım, yadımdan çıxıb çəkiliş eləmək, çünki fotoaparatla çəkmişəm. Blog yaddan çıxıb. O Elçindir, tanıyırsınız. Çəkdik, qurtardıq, yığışdırdıq.
Elmacılar da. Şələşüləsini yığdı. Onlar gedirlər. Biz də şələşüləmizi yığdıq. Gedək yemək yeyək. Deməli Murat, Çoğunun Şanxaydı, mən nə idi, nəsə restoranın adı belə bir şeydi. Belə bir zaddır. Eşək boyda balıqdır. Görəndə şoka düşdüm. Süt nə sütdur onu? Ya da sütün içində deyib balıq. Sosdur ha. Tomat soslu nədir sən? Ne deyirəm, spicy sosdur. Şirindir, şirin. Sweet yazılmışdı. Ha, $27 nə qədərdir qiyməti? Akula da bu. Aa, yürü bunu. Balıq varinası təzə gəlir. Demiş ki, var ya yürüyelim. Balıq varinası. Oy, necə şirindir la bu. Nə qara sayda qədir. Black tea. Balıq var. Qara sayılan balıq. Arkada da Super Mario. Arkada bir qaqaş var. Yok adamlar geçsin. Super Mario yok. Ne kadar güldüm abi. Hiç bağırmadım. Chinatown'dan çıxırıq. Yolun elə bilib bu tərəfi Chinatown'dır. Bu haqq hesablar. Çin mağazaları zadı. Bank, zat hər şey Çin. Burada yolun da yarısı Çinmindir. Buradan orada deyir Nel Blue, Definto Di Blue. Nəsə deyirdi orada, bilmirəm nə dedi. Şeir yazıblar göydə. Penso ki un sogno così non storum marpiu. Şeir oxşuydu orada. Ha, burada nədir? Balaca İtalya deyirlər ona. Little Italy. Nədir? Fuck you. You fucking fuck. Nədir? Köylərin üstündə yazılmışdı. Hər üç cümlənin ikisi faktdan ibarət. Romantizmi. İtalyanlar bacarırlar, romantikanı bacarırlar. Yaxşı eksperiment edir. Ay təkrar edəcəm onu. Çəkirəm ya. Welcome. Buradan şirini almışdım. İşte şehirlere devam edir. Her şehir değil. Et ancora più mentre il mondo pian piano. Mahnının sözləri. Ateli çəkmək yadımdan çıxmışdı. Tez bazar bunu çəkim. Deməli bu duşavı. Ama buradan girirsən, ütü üçün falan, ütüdür belə. Güzgüsü. Geyimli, gözəl, qəşəng. Çantalarım. Bu yatağıdır. Bunları mənim də götürəcəm. Pəncərədən olmayan görüntüsü. Ne böyle? Loft stilində bir şeydir. Bir poster loftdan. Patoloku yaxşıdır amma genişliyi. Belə də yola vermək olar. Kafesi var idi, suyu var idi. Seyf, burada şkafları. Normaldır. Gedər. Gedər. Şu, çıxaq buradan. Görüm qapını aça bilirəm. Atillərin ən boşa olan günü olur. Birinci günlər. Çünki nə baş verir? İnsanlar bazar günü əylənməyə gəldiyi şəhəri tərk edir. Eləncinin betondan, daşdan məndə elə təəssürat var ki, bu zavodu götürüblər. Otaqlar tikiblər aralarında. Belə otel düzəldiblər. Gəldi. Foyası, işıqlı vaxtı. Dizayn zadı yaxşıdır. Bu tarixdə belə də xüsusi bir əlamətlər gün olmadığından görə Amerikada rahatçılıq idi. 11:30-a kimi parkingin vaxtı var. Gedim maşını götürün. Gedim üzü. Nəyə? Biliyorsunuz Burqa tərəf. Görüm orada maraqlı siz çəkə bilsəm çəkəcəm. Queens'də idim, küçədə maşın yox idi da. 2-3 dənə maşın var idi küçədə. İndi Queens'dən Brooklynə keçən şeydəyəm, körpüdəyəm. O tərəfdə də Manhattan görsənir.
sağ ol. Williamsburg'un aşağı küçəsi maraqsızdır. Bu ən aktiv olan küçəsidir Broadway. Williamsburg'da Broadway Avenue deyirsən. Ən aktiv olanı budur. Bu da axşam çağları açıq şey olur. Böyle gənclər qaynaşırlar burada. Broadway'də olan binalarda və onun yaxınlığında olan binalarda şeylər yaşayır, gənclər. Qalan küçələrdə belə cık quşlar yaşayır. Cık quşların binasıdır. Burada. Qabağında da dayanıb. Ara küçələrdə zətdə bunların sinagogları, nə bilim, dini mərkəzləri falan bəsbəkə. Ümumiyyətlə, dünyada ən çox bu dindar Yəhudi yaşayan məkan İsraildir və ondan sonra ikinci məkan New York şəhəridir. Təsəvvür elə də burada nə qədərdilər. Çoxdular, çox. Gördüyünüz kimi hər iki adamdan biri bizim Yəhudi qardaş və bacılarımızdır. O da dayanır orada. Lilli küçəsi hansıydı? Lilli buydu, oydu. Keçdim deyəsən. Getdi. Yəhudi. Yəhudi. Hamısı onlar da. Bunlar da. Yəhudi olmayanda burada özünü Yəhudi deyir ki, şeydir, onların biznesləri zadı çoxdur deyə. Yəni qonşudan qalmadalı olmasın da, qonşudan qalmadalı olsun. Ona görə ruslar zatlar da gəlirlər burada yaşayanda, eləyəndə özlərini Yəhudiliyə vururlar. Başlarına bir dənə papaq qoyurlar, o papaq da deyir. Böyle fəs deyirlər, nə deyirlər? Ya fəs tüşlər deyirlər deyəsən. Onların hamısı Yəhudi, görsən? Harikli xala. Yəhudi. Bunların nə idi? Məkanıdır. Belə yolun ortasında Yəhudilər ancaq belə saxlayır. Mazıq eləyir adamı. Dayanır burada. Diqqətlə bax, görürsən də. Görürsən də. Hayda, doğrudan çoxdular. Dünyada ən çox Yəhudi yaşayan şəhər nədir? Bunlar da avtobusda, hətta Williamsburg'da üstündə Yəhudi dilində yazılır. Yəni unikal bir haldır. Miami-də zətdə də var, çoxdular. Amma balaca rayonda bu bir dənə küçədə yaşayır. Miami-Bikin hansısa o sakit küçələri zadı olur. Onlarda yaşayır. Bunların yaşadığı yerlərin üstünlüyü ondan ibarətdir ki, bunlar yaşayan yerlər həmişə sakit olur. Bunlar belə səsküylü adam deyirlər, elə özlərinin başları qaçışır. Bir dənə o Hanukada, nə bilim, o şabatlarda falan həmən günlər küçədə dolu olurlar, içirlər, çıxırlar, küçədə gəzirlər. Deyim belə səsküy zad eləyirlər, bu Amerikanlar zatlar kimi yox. Hamısı olardı, hamısı olardı. Cık quşlar. X7 sürür. Alman maşını. Düşmənin maşını niyə sürür? Səni öldürürdü o. Hani öldürmüşdüm Yəhudi uşağı. Var yox məlimdən alırdı. Yəni başlı sat. Kolumuzu ver. Uşaq, qoca, hamısı. Elə bil şeydəsən, İsraildəsən. Küçədə elanlar da divara stolbaya nəsə yapışdırıblar orada, heç başa düşmək olmur. Lee Avenue'dur, Business Avenue'dur. O şeylərin, bu nə Fox-itdir? Fox-Guide. Bu Williamsburg Bagel Bakery, bu da nədir? Yevreylərin dükanıdır. Orada çörəklər yevrey çörəyidir. Onların adı yadımdan çıxıb. Xüsusi adı var idi onun. Kogl deyirlər, Kogl deyir, yox, Kogl başqa şeydir. Kogl olan kartoşkadan düzəltdikləri şeydir. Kotlet.
oxuyur, yetim oxuyur. Mən demirəm də özündür. Özündür, bunlar çoxdular, yoxsa çox deyil. Dayda gəlib bu paketləri soruşur ki məndən, sən gəlmisən bundalıcı. Pick up. Nəsə danışırlar orada. Həm səsi gəlir, gəlmir. Yox, gəlmir. Heç mən güclə eşidirəm. Beğenmişdim, mesajlara cavab verirəm. Gördüm ki çağırır. Belə cıqquş olmayanlar da var. Tək-tüklər amma, yəni bu binaların çoxusu bunlarındır. Bunların yaşadıqları yerlərdir. Deməli, indi mən bu küçədə dayanmışam, mesajlara cavab verməyə dayandım. O kişini gördüm. Bu küçədə idim. Bu ərazi ki, göy rəngdə Lee Avenue yazılıb, göy rəngdə əlavə işarə olunub, Google işarə edib onu. Həmən ərazi ta bu Hello Mailbox'dan başlayaraq ta bura kimi Cafe Auli bu Yahudilərin biznesləri olan küçədir. Və yolun qırağı maşınlar çox saxladığına görə ora dəhşətli tıxac idi. Ona görə mən döndüm bu araya ki, ürəyim sakitləşsin, yoxsa bezirdim ki. Nə tərpənə bilirsən, nə dayana bilirsən, heç nə eləyəmirsən, daldan siqnal zad verir, adam ürək partlayır. Gördüyü kimi, hər yerdə də koşer zad yazılıb. Görə imkan versə, Klein koşer, Kizi koşer, Mozzarella koşer. Çünki Yahudilər şeydə axtaranda, xəritədə axtaranda yəni koşer yazırlar. Nə çıxırsa gedirlər ora. O, Williamsburg, bunların nə idi? Əsas yaşadığı New York'da ən çox kompakt yaşadığı ərazidir. New York'un hər yerində yaşayırlar. Yəni Brooklyn aşağısında, Queens'də mən yaşadığım məhəllədə də görmüşdüm bunlardan. Manhattan'da, yəni hər yerdə yaşayırlar. Sadəcə olaraq Williamsburg ərazisi onların ən çox yaşadığı ərazidir. Brooklyn'in şimalı Manhattan'dan sərhəd olan yeri. Göründüyü kimi Manhattan burada, Brooklyn burada. Bu çayın da bu biri tərəfi artıq nədir? Queens'dir. Queens'də də burada Elmhurst'da, Rego Park'da, sonra Forest Hills'də nə edir? Yahudilər yaşayır. Qoca dayday gəldi. Damda dayanıb indi. Burada damda dayanıb. Deyir ki, sən buradasan, yoxsa gedirsən? Cıqquş dayday. Deyir ki, mənə görə getmə ya. Əgər gedirsənsə, mən prosto gəlib gətirim maşınını saxlayayım burada. Saxlamağa çox. Saxlaya bilmirim. Yerləşəmdir. Kətdə o boyda maşın sürərlər olur. New York'da velosiped sürmək olmur. O gələnə ki, mən də şey tapdım, restoran tapdım. Reytingi yəni inanılmaz yuxarıda 4.7 idi, 4.8 idi. Məzzət adında. Brooklyn'in elə bir küçənin o bir tərəfində şey görsənirdi, Brooklyn'in. Manhattan görsənirdi. Dedim qarnımı doydurum. Həm də ki, neyini? Orada mənzərə olsa sonra tox qarnına yaxşıdır gəzmək. Çox super dadlı falan. Zəng elədim ki, bəs halal deyil, ətidir. Dedi, hə, halaldır. Mən də dedim ki, əgər halaldırsa, onda tezliklə görüşərik. Saxladım, axırıncı maşın. Yəni pullu yer güclə tapdım da. Pulsuz yer heç danışmıram. Doludur, bu maşın saxlamaq zülümdür. Cəmaət su hidrantının yanında saxlayır, rədd olur, gedir. Bezirlər, axtarmaq, cəhənnəmə gəlsinlər, $100 nə qədər cərimə yazsınlar. 100 neçə dollar idi, $115 idi, nə qədər idi. Şehir tapmaq olmur. Gözəl şəkildə qoyublar samokartlarını, gediblər bağçadır. Baxsa yox. Yəni gəldim, axır ki normal.
yemək tapdım. Dünənki varim. Neydi o? Elçin necə dedi? Balıq varim. Balıq varinyasından sonra bu cənnət yeməyi təəssüratı bağışlayır. Bu dəfə əslində New Yorkda daha çox yerə getdim. Belə qəşəng mənzərəli. Çox yerə getdim. Körpünün üstünə çıxmışdım əslində. Bura kimi gəzdim. Üstad, nə qədər çəkirsən qutarmır. New York. Selfie eləyirlər. Mənzərədə. Görməli, gəzməli. Adicə bir dənə ora dönürsən, orada daşlar qəşəngdir. Bura dönürsən, həmin burada park qəşəngdir. Oradan anlatırlar. Burada lezbiler otururlar, söhbət edirlər. Hindistan ailəsi. Burada geyim atmosfer. TikTok çəkilir. Meymunduları. Benzin vurdum. Geldim çatdım. Maşını qaytaracağım yerə. Car return. Geçen dəfə qız qarşılamışdı. No personal cars or vendors on site vehicles will be towed. Ancaq saxladıq. Benzini pomladı. Vurmuşuq. Su sürməmişik əslində. Bagajnik açaq. Bagajnik açıldı. Maşını söndürək. Açarı da koyduk bura. Give me a favor. Hi, how are you? Hi, how are you? What airline? Yeah. What airline? Delta. Okay. Terminal C. Is it here? Is this where you're looking for? Yes. Avtobus taksi yapıldı. İtiraz yoktu. Avtobusdan gidip çıkacak. Avtoşku diyorum. En arkada oturdu. Atır ben orada. Ben de gireceğim aeroporta. Gelenlerin avtobus səni gətirir aeroporta. Gelenlerin yerini. Transit Center. Görək hara gedəcək. Passenger pick-up, baggage, restaurant, nursing. Huh? Yeah, I'm okay. Thank you. Aeroportun artı. Yoxlamadan keçdim. Gedirəm indi öz qapıma tərəf. Yol üstü. Tuvalete girim. Sonra da sonraki. 20 dəqiqə yeridim bura. Girişdən bura. 20 dəqiqə çırpışa gəldim. Bizdə olan qeyrətimiz bəndə də tüm Çəkincədə özümüzə bir yer tapaq. Oturaq, telefonlar yeniyə qurtulamaq. 40 dəqiqə zad vaxtım var. Tualetdə gözəl şəkildə əyləndim. Çox əyləncəli tualet idi. Gəlsinə qismət. Burada nə var nə yox. Burada istədiyin şey zakaz edirsən. Alandan sonra Contact an airline representative or the airport police immediately.
Telefonda oynuyordum, orada oturmuştum. Gördüm adımı çağırdılar ki gelmesen 2 dəqiqə cancel et. Cancel edəcəklər. Geldim yaptım. 3 tane yer orada. 3 tane yer de burada. Mənliydi. Keyif edəcək. Our boarding door is now closed. Thank you for your assistance during the boarding process. This Someone- allowed us to close the boarding door on time. You Airbus'un may böyle continue to use mobile şamayaklarından da devices as long as they're set to airplane mode. Geçelim. Federal regulations prohibit the use of cellular neden bir networks yarısı during boştu. your flight. The use of Wi-Fi Bu arada Delta'da şey var. T-Mobile'ın partnerliği var. Pulsuz internet verib bütün uçuş boyu. İndi onu da qeydiyyatdan keçirəm. Açırıq safarini. Telefon üçün zərətqaya yer. Pencer falan bla bla bla. Yəni deyir ki, sən yaxşı membersən, halaldır sənə. Connect elə. Qoşuldu. Uçma vaxtı. Əslində 7:40-da çıxmaq. Bu Delta'nın niyyəti nədir? Mənim başım çıxmır. Yəni pulsuz bilet alandan sonra 1000 maya belə bir hədiyyə verdi. İndi şey verdi, nauşnik verdi ki, bura taxıb kinoya baxmağa. Yəni köp elə də. Sonra iş qəlan edir adam elə.